Cənab Prezidentin xarici diplomatiyasının böyük qələbələri son illərdə ölkənin xarici iqtisadi əlaqələrinə də yeni təkan vermişdir. Bunun bariz nümunələri kimi iki tarixi hadisəni xüsusi qeyd etmək istərdim. Cari ilin 8 avqust tarixində ABŞ-da sülh gündəliyinə imza atılması, o cümlədən beynəlxalq sülh və rifah naminə Trump marşrutunun yaradılması ilə regional bağlantıların daha da möhkəmlənməsi kimi yeni tarixi mərhələnin başlanması və 16 noyabr 2025-ci il tarixində Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə Azərbaycanın rəsmi şəkildə Mərkəzi Asiya ölkələrinin altılıq formatına daxil olması. Qeyri-neft qaz sektoruna, o cümlədən alternativ energetika sahəsinə böyük həcmli xarici investisiyalar gəlməkdədir. Bir sıra ölkələrlə birgə investisiya fondları yaradılmışdır. Həmçinin Azərbaycan Avropanın 14 ölkəsinin etibarlı qaz təminatçısına çevrilmiş, bir neçə ölkə ilə preferensial ticarət sazişi imzalanmışdır. Bütün bunlar yalnız siyasi inteqrasiya baxımından deyil, həm də regionumuzun kapitalizasiyasına, o cümlədən iqtisadi və sosial əlaqələrinin inkişafına mühüm töhfə verəcək.